Salam dostlar. Uzun bir mesafeden sonra bir prognoz vermək üçün qabağınıza çıxıram. Mən politiklərə baxdım. Gürcüstanda və Ermənistanda hal-hazırda mitinglər gedir. Sual verirlər ki, nə ilə bitəcək? Tam bir şey demir. Üç başlı danışır. Belə də ola bilər, bu cürdə o cürdə. Hansı ki, Ukrayna-Rusiya savaşı başlayanda Nadim Əlixanov dedi ki, bu dünya savaşa gedib çıxacaq, bu tezliklə bitməyəcək. Amma bütün politologlar bir neçə aya payızda Ukraynanın qalibiyyəti ilə bitəcəyi dediyi bir zaman mən o proqnozu vermişdim. Təkrarən qabağınıza ona görə çıxmışam ki, Rusiyada mən dəfələrlə dedim, Rusiyada yaşayan vətəndaşlarımız, yəni ehtiyatlı olun, nə qədər tez mümkündürsə oradan çalışın ki, əsas cavan adamları özünə bir belə yer ilə gəlin buralara falan deyə. İndi hal-hazırda o məqam çatdığını hiss edirəm. Çünki Gürcüstanda baş verən proseslər, Ermənistanda baş verən proseslər həm bir politolog kimi təhlil edirəm, həm bir ekstrasens kimi hisslərimi ifadə etməyə çalışıram. Rusiyanın əli barmağı olduğunu danışırlar və qərb yönlülərlə Rusiyanın siyasi oyunları növbəti ölkəsini seçiblər, Gürcüstan və Ermənistan. Və bu olayların arxasında sadəcə bir neçə gündən sonra sakitləşdi, durdu deyə bitən bir şey olmayacaq. Nə qədər bunlar bitsə də, sakit dursa da bu vremenlə sakit olacaq, müvəqqəti. Bunların arxasında bölgənin daha çox böyük qarışdırması və böyük savaşlara gətirməsi var. Kimlərin ki yadındadırsa, ölkələrin daxillərində mitinglər və sonra bunlar sıçranacaq, yəni böyük savaşlara gətirib çıxacağını demişdim. Və həmən o zamana gəlib biz demək olar çatmışıq desə yanılmarıq. Və buna görə də Ukrayna daha çox Rusiyanın ərazilərə, Rusiyanın böyük bir şəhərlərə daha çox füzələrin atması, vurması başlayacaq. Nətər ki, Belqrada dəfələrlə vurublar, bugün də işitmişik vurublar. Mən bunları dəfələrlə sizə demişəm və yenə də xatırladıram ki, bu sadəcə bizim efirlərdən gördük, bizə nə deyə geçməyəcək. Bu işlərdə region qarışacaq, bu işlərdə dünya qarışacaq. Təzə dünya qarışdıran bir oyunlar başlayacağı deyə düşünürəm. O yüzden kimin Rusiyada əzizləri varsa onlara ehtiyatlı olmağınıza çağırıram.